İnsan bəzən illərlə həqiqət axtarır. Amma ən sonda anlayır ki, həqiqət onun öz içində gizlənib. Salam əziz izləyicilər, Gənclər Hara Baxır podkastının yeni bölümünə xoş gəlmisiniz. Mövzumuz həqiqət axtarışıdır. Qonağımız isə filosof, düşüncə adamı Müşfiq Ötkündür. Salam Müşfiq müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük. Sizi aramızda görməkdən məmnunluq duyuruq. Sağ olun. Sizə elə mövzuya uyğun olaraq 3 sualı təqdim etmək istəyərdim ki, sizcə həqiqət nədir? Həqiqət nədir? Əvvəla həqiqəti hamı axtarmır. Çox təəssüf ki, həqiqəti hamı axtarmır. Adamlar pul axtarırlar, çoxsu. Hətta belə filosofa qulaq asanda deyirlər ki, nə deyə danışırsan orada? Puldan danış. Maaşımızdan danış. Onun üçün həqiqət puldur. Bir çoxsu əyləncə axtarır. Onun üçün həqiqət əyləncədir. Bir çoxsu şöhrət axtarır. Özünü çox əhəmiyyətli görmək istəyir. Onun üçün həqiqət şöhrətdir. Vəzifə axtaranlar var, karyer axtaranlar var. Onlar üçün də həqiqət elə odur. Və həqiqəti əslində çox az adam 40-dan sonra axtarmağa başlayır. Quran da bunu belə vurğulayır. O vaxt ki, həqiqət yerinə qoyduğu şeylərin işləmədiyini görür. Artıq güzgüyə baxanda saçlarının ağarmış olduğunu görür və anlayır ki, da əyləncə səni oyalaya bilməyəcək. Vəzifə səni ölümdən qoruya bilməyəcək. Yəni, bu dəyərlərin iflası yaranır, bu yalancı həqiqətlərin iflası yarananda, onda oturur düşünür ki, mən ölümə qarşı nə qoya bilərəm və mənim bu həyəcanlarımı, qorxularımı nə sakitləşdirə bilər? Ona görə, məsələn, Budda deyir ki, həqiqət eşidincə sakitləşdiyin bir sözdür. Sənə hüzur gətirən bir sözdür. İnsan da Allahı xatırladıqca hüzur tapır. Bu mənada həqiqət Allahdır, həqiqət Allah haqqında fikirdir. Amma belə bir real bir fikirdir. O ki, insanın bütün suallarını aradan qaldırır, insan özünü güvəndə hiss edir. İnsan özünü sahilə çatmış bir dalğa kimi hiss edir. Əgər bu hiss səndə nə ilənsə bağlı yaranırsa və bu da keçici deyilsə, 40 yaşdan sonra fiyaskoya da uğramayacaqsa, ya 5-6 ildən sonra əhəmiyyətini itirməyəcəksə, onda tapdığın həqiqətdir. Belə təyin etmək çox çətindir. Bəs həqiqəti belə deyərdim ki, mən necə tapır insan? Necə tapır? Həqiqəti axtaran tapır. Xüsusi bir metodikası yoxdur. Axtaran tapır. Bunun üçün axtarmaq lazımdır. Məsələn, bilmirəm, gənclər də yəqin aşiq olurlar da. Aşiq olanda bir qıza təsadüfən elə gəzirsən şəhəri, biri görsən qız qabağa çıxdı. Bilmirsən, bu nə mistikadır. Elə o qızı düşünə-düşünə gəzirsən şəhəri, veyl-veyl, Məcnun kimi. Biri görsən, o deyil qız, yolu keçir. Heyrət, heybüt deyirsən. Həqiqətlə də elə qarşılaşacaqsınız. Ağlında həqiqəti tutub yürüyürsənsə bu həyatın yolları ilə, Allah onu sənin qabağa çıxaracaq. O, bu işə üstənibdir. Amma gərək axtaran olsun da həqiqəti. Vallahi billahi, bu qədər məktəblər var. Məktəblərə gedənlər, kitab oxuyanlar, həqiqət zad axtarmırlar. Çox nadir olur. Bəlkə milyona bir nəfər düşür. O qədər nadirdir, ha. Çox maraqlı yanaşmadır həqiqətən. Bəs insan bəzən həqiqəti bildiyi halda niyə yanlışı seçir? Özünü niyə aldadır? Ona görə ki, xarakterində, mənəviyyatında möhkəmlik yoxdur. Ona görə də şərq fəlsəfəsinə gələndə ustadlar başlayırlar tələbənin mənəviyyatı ilə məşğul olmağa.
Məsələn, qərb fəlsəfəsində müəllimlər ancaq sənin yaddaşınla işləyirlər. Məsələn, yaddaş çempionları var. Onlara elə gəlir ki, onlar dahidirlər. Çünki çox bilgi bilmək üçün və bunu ağlında tuta bilmək üçün, sürətlə oxumaq üçün, oxuduqlarının hamısını yadında saxlamaq üçün sənə çox itiləşdirilmiş, idarə olunan, fokusu da idarə olunan və möhkəm bir yaddaş lazımdır. Məsələn, sizə deyim, mənim heç bir yaddaşım zadım yoxdur. Bəlkə də, məsələn, yaxın ətrafımda yaddaşı ən zəif olan adamam mən. Gerçəkdən bu belədir. Məsələn, kəndimizin yolunu həmişə soruşa-soruşa gedirdim. İndi isə yaxşı ki, xəritələr çıxıbdır. Ona baxıram. Google Map-lə gedib çıxıram bir təhər. Və bu yaddaşsızlıq, lakin insan həqiqəti tapanda, o və ya həqiqəti də tapmaq üçün insanda sədaqət kimi bir mənəvi keyfiyyət olmalıdır. Sədaqəti böyüməmiş adam həqiqəti tapsa da itirəcək. Gedin baxın evliliklərə. Zar-zor, zülmlə bir-birlərini tapırlar, göz yaşları, sevgi, məhəbbət, şeirlər filan. 3 ildən sonra xəyanət edir oğlanına. Hələ kitab zad da yazırlar, sevgi 3 il çəkir. Niyə görə sevginiz sizin 3 il çəkir? Bir mahnıda vardı, eşqimiz elə bu qədərmiş. Çünki mənəviyyatınız yoxdur. Çünki sədaqətiniz böyüməyib, ağlınızın, yaddaşınızın möhkəmləndirilməsinin qayğısına qalırsınız. Amma sədaqətinizin formalaşmasının qayğısına qalmırsınız. Dürüstlüyünüzün, sözünüzün üstündə durmağın, belə insan kimi alayarımçıq insansınız. Alayarımçıq insan həqiqəti tapa bilməz, tapsa da saxlaya bilməz. Mütləq çıxacaq, xəyanət eləyəcək həqiqətə. Bu onun özündən asılı deyil, struktur əyriliyi var. Özündən asılı deyil, deyir, nə sərsə belə olur. Sonra bir fəlsəfə də uydurur ki, o ümumiyyətlə belədir. O sadiq olanlar riyakarlardır. Çünki bir şeydən mütləq bezirsən. Məsələn, mən həqiqətlərdən bezmirəm. Hər podkastda gəlirəm, eyni məsələlərdən danışaram. Bu bitməyən bir eşqdir. Hər gün eyni kitabı oxuyaram, hər səhər duraram, Quran oxuyaram. Bitməz bu eşq məndə. Oxuduğum kitabları, sevdiyim kitabları təkrar-təkrar oxuyaram, daha da dərinləşərəm, bitməz bu eşq məndə. Məsələn, mən izləyənlərdən bəziləri var ki, məsələn, Facebookda, yenə bu şeydən yazırsan? Bəli, yenə bu şeydən yazıram. Abi, yeni bir şey deyin də, sizin söhbətlərinizdə yeni bir şey yoxdur. Bunlar hamısı şərqdə olubdur. Bəli, bunlar hamısı şərqdə olubdur. Bunlar heç vaxt köhnəlməyən həqiqətdir. Mənim mənəviyyatım tapıb bu həqiqətləri və doymur bundan. Sənin üçün isə həqiqət deyəndə müvəqqəti bir parıltıdır. Bir dəfə baxdım, indi o birisinə baxmaq istəyirəm. Sən xəyanət yolundasan. Sən sevgini tapırsan və itirirsən, tapırsan və itirirsən, Sizif kimi. Mənasız bir ömrə məhkum olunmusan. Ona görə Allah bunu bildiyi üçün öz kitablarında deyir ki, bax, sözlərinizin üstündə durun, mənə belə tələbə lazımdır. Sözünün üstündə duran, dürüst adam lazımdır. Çünki yalnız dürüst adam tapacaq həqiqəti. Məsələn, peyğəmbərlər haqqında bir-iki xəsis xarakteristikalar verir Quranda. Deyir, Musa səmimi adam idi. Məhəmməd güvənilir adam idi. İbrahim səmimi adam idi. Mən belə adamlara verirəm həqiqəti. Mən mənəviyyatı gözəl adamlara verirəm, yaddaşı möhkəm adamlara vermirəm. Başa düşürsünüz? Və insan eşqini bilir. Deyirsiniz ki, bəs bu şeyləri nətər yadda saxlayırsınız? Yadımda qalmır bunlar mənim. Bunlar mənim ürəyimin yaddaşındadır. Bu eşqin dinamikasından çıxır. Bunlar üçün yaddaş lazım deyil. Hiss eləmək yetər demək. Bəli. Bəs siz özünüz həqiqəti nədə tapmısınız, yoxsa hələ də axtarırsınız? Necə?
Sualınızdan belə görünür ki, siz o görmürsüz, bilmirsiniz. Mən desəm necə görəcəksiniz? Bayaqdan deyirəm. Şərq fəlsəfəsində gizlənib, yəni yoxsa yaşadıqlarınızda gizlənib? Bayaqdan elə həqiqətdən danışıram mən. Yəni ki, həqiqəti mən nədə görürəm? Mən həqiqəti insan haqqında biliklərdə görürəm. Özüm haqqımda biliklərdə görürəm. Bu təkcə bir cümlə deyil. Məsələn, Quranın üzərindən izahlayım ki, bu torpaqlarda Quranı yaxşı tanıyırlar. Məsələn, Mahabharatadan, Buddadan misal gətirəndə bəziləri də qıcıqlanır. Amma həqiqəti Allah hər məmləkətə göndəribdir, hər qövmə də göndəribdir. Xəsis təfəkkürlə yanaşmaq lazımdır dünyaya. Quranın hər ayəsi həqiqətdir. 3000-dən çox orada ayə var da deyəsən. Hər ayəsi həqiqətdir. Hər ayəsini zikr edərək Allaha bir yol tapmaq olar. Hüzura bir yol tapmaq olar. Ona görə həqiqət bir cümlə ilə ifadə olunan bir şey deyil. Amma elə bir cümlə də bəsdir həqiqət üçün. Ona görə bunun definisiyası problemli deyə siz məndən nə soruşursunuz? Mən elə həmişə həqiqət danışıram. Amma məsələn bu cümlə, o biri cümlə, həqiqət səni hüzura yaxınlaşdıran bir sözdür. Səni öz mərkəzinə yaxınlaşdıran sözdür. O elə bir ki, belə bir atraksiyon olur, belə çevrə olur. O çevrənin qırağına doğru oturursansa, mərkəzdən qaçma qüvvəsi fırlananda o çevrə səni atacaq bayıra. Yeganə yaxşı nöqtə var, o da çevrənin mərkəzidir. O dairənin mərkəzində sən oturursansa, səni oradan heç nə qoparmır. Heç bir mərkəzdən qaçma qüvvəsi yaranmır ki, səni atsın o çevrədən kənara. Bax, həqiqəti tapmaq elə bir mərkəzdən qaçma qüvvəsinin işləmədiyi bir nöqtədə sığınacaq tapmaqdır. Onda zəmanənin küləkləri falan bir ani olaraq səni oynada bilər, amma sən öz mərkəzini tanıyırsan. Yenə qayıdıb orada durursun. Bəs müəllim, həqiqət bu qədər yaxşıdırsa, niyə onu axtaran adamlar çox zaman tək qalır? Həqiqət. Çünki bu da aydın məsələdir. Bu hər kəsin igidliyi deyil də. Hər kəsin igidliyi deyil. Hər əsrdə baş verən igidlik deyil. Məsələn, siz heç düşünmüsünüz, Nizamidən sonra bizim niyə bir də o miqyasda oğlumuz olmadı? Əsrlər bu nə qədər kişilər, Azərbaycanlı kişilər doğulub gedib, gəlib gediblər. Niyə işlərini görməyiblər? Heç soruşmusunuz. Çox böyük israfçılıq var insan evladında. İnsanlar dediyim kimi həqiqəti axtarmırlar. Çox az adamlar axtarır, ona görə onun tək qalması labüddür. Tələbələri falan olar. Amma tələbələrinin içində belə o adamlar tək olurlar. Tələbələri belə çox zaman anlamırlar onları. Yalnız yaşdaşanda anlayacaqlar, onda da müəllim ölmüş olacaq. Bu mənada tənhalıq onları narahat eləmir. Bu onun təbii halıdır. Çünki sən də bir əziyyətlə gəldin, çatdın. Sən də vaxtilə müəllimi tənha qoydun. Anlamırdın, kal idin. Əvvəla, yəni bütün insanlar kal gəlirlər, cahil gəlirlər yer üzünə. Bir də elə bir ki, qaranlıqdan o işığı axtarırlar. Bir də çoxsu, o Məlik Məmmədin nağılı yadınıza gəlir. O qardaşlar olur. Qardaşın birini salırlar quyuya, biraz isti olan kimi çığırır, bağırır, çəkin məni. O birisini salırlar, eyni nəticə. Məlik Məmməd deyir, çığırsam, bağırsam da məni sallayın quyunun dibinə qədər. Bax, Məlik Məmməd kimi birisi olmalıdır ki, bu yolu keçə bilsin. Bir də o qardaşların bəziləri gedir, eş-işrətdə ilişir, qalır. O birisi gedir, var dövlətdə ilişir, qalır. Yalnız Məlik Məmməd gedir, div öldürür və o qızıl almanı tapır. Elə deyilmi? Bax, bu nağılları fikirləşən, yazan bizim ata-babalarımız, onlar həqiqət macəramızın təsvirini veriblər. Bu belə olacaq həmişə. Savad almaq istəyənlər çoxdur. Savadı nə üçün alırlar? Yaxşı diplom alım, yaxşı qazanım, yaxşı yeyərəm, qəşəng, bahalı maşınım olar. Şəhərin prestijli yerində
evim olar. Hər premium telefon çıxanda alacam onu. Yəni insanlar və yaxud da ki, ən belə premium otellərdə gedib dincələcəm. Müasir insanın ağlındakı budur, bizi aldatmasınlar. İnsan bundan ötürü yaşayır. Güzaranı yaxşılaşdırır bir növ. Bəli, bundan ötürü oxuyur. Həqiqəti axtarmaq üçün oxuyanlar hardadır? Əgər Diogen əvvəllər düşürdü bazara, çıraqla insan axtarıram deyirdisə, bu, indi mən düşərəm savadlı adamların arasına, çıraqla həqiqəti axtarıram deyərəm. Onların içində həqiqəti axtaran yoxdur. Heç professorların içində nadir həqiqəti axtaran tipə rast gələrsən. Çoxsu professorluqdan ötürü gəlib ora. Atsandan ötürü gəliblər. Diplom, doktorluqdan ötürü gəliblər. Mən o qədər onların içində oldum, görürəm də. Adamla biraz dayanırsan, söhbət edirsən, ürəyini oxuyursan da bunun instinkti, təməl instinkti nədir? Allah isə deyir, mən sizin ürəyinizi oxuyuram. Heç belə büküb eləməyin. Əgər 40% də olsa, həqiqət axtarışı, motivasiyası səndə varsa, Allah səni ödülləndirəcək. Heç 50 də demirəm ha. Çünki məndə az olubdur. Heç çox olmayıbdır. Mən də elə ağzı ayrıq kimi ora baxırdım, bura baxırdım. Dünya malını da istəyirdim, nə bilim, əyləncə də istəmişəm həmişə. Yəni də, amma bu həqiqəti də bir gözüm otarıbdır ki, hara gedəcək o iş. İndi təcrübəmlə bölüşürəm faktiki olaraq. Yəni, belə bir motivasiyası olanda adam tapa bilər. Yoxsa get professor ol, akademik ol ki, sən profesional informasiya gəmiricisi olursan. İnformasiya gəmiricisi, toplayıcısı. Ürəyin sənin çiçəklənib eləmir. Həqiqətsə adamın ürəyinə gələndə, adam yaradıcılığı çiçəklənir. Siz məni bayaq qınayırdınız. Amma məncə hər insan bir yaşda aydınlanır və həqiqətə də onda çatır. Mütləq. Və siz heç düşünmüsünüz ki, həqiqəti deməkdənsə bəzən susmaq daha faydalıdır, daha yaxşıdır. Sükut da güclü ifadə vasitəsidir. Amma sükut o adamda güclü ifadə vasitəsidir ki, o adamın ürəyi həqiqəti dərk edib. Axmaq adamın sükutu da elə axmaqlıqdan danışır. Ancaq müdrik adamın sükutu müdriklikdən danışar. Deyir, iki dənə belə bir anekdot var ki, iki dənə müdrik adam görüşür, biri o birisinin evinə qonaq gəlir. Da indi yadımda deyil kimdir. Otururlar belə bir saat sakitçilikdə. Sonra biri çıxıb gedir, gedən də o birisi deyir ki, yenə gəlginən, çox maraqlı idi. Müdrik adamların sükutu çox bəlağətli olur. Axmaq adamların sükutu da onlar kimi elə axmaq olur. Bezirsən, həyatından bezirsən o yanında. Mən istəyərdim indi gündəlik həyatımızdan biraz danışaq. Buyurun. Sizcə sosial media həqiqəti göstərir, yoxsa manipulyasiya edir? Sosial media oradakı adamlardan oluşur da, oradakı adamlar necədirsə, çoxluğu. Sosial medianın da mühiti elə olur. Çoxluqdakı həqiqət zad axtarmır, orada şöhrət axtarır. Göstəriş dəhşətdir orada. Hətta məsələn, mən belə hərdən bir şeylər eləyəndə artıq düşünürəm ki, birdən göstəriş kimi başa düşərlər bunu. Çünki şey budur deyən, kontentin artıq konteksti buna dönüşübdür. Kontekst artıq populyarlaşıbdır. Göstərişçilik konteksti. Və onu dağıtmaq da asan deyil. İnsanların gərək bir qavrayışını dəyişdirəsən ki, sənə də doğru, adekvat qavrasınlar bir şey deyəndə. Ona görə sosial şəbəkələr də belə bir insanların cahilliyini də ifadə eləyir. İnsanların mənəvi durumunu, cəmiyyətin mənəvi durumunu ifadə eləyir. Dəhşətdir. Bəzən fikir verirsinizsə, mən bunu demək istəyərdim ki, biz cəmiyyət olaraq həqiqətə hələ də hazır deyilik. Bunu mən görürəm özümüzdə. Həmişə belədir. Bütün cəmiyyətlər belədir.
Nə zaman hazır olacağıq? Mən ona görə demokrat deyiləm. Mən demokrat deyiləm. Mən elitanın hazırlığından danışarım. Elita hazır olmalıdır. Aristokratiya hazır olmalıdır. Bütövlükdə cəmiyyətin hazırlığını düşünən adam axmaq adamdır ya da riyakar adamdır. Onun sosiologiyadan xəbəri yoxdur. Onun cəmiyyətdən xəbəri yoxdur. Demokratiya bir axmağın rəyini bir ağıllı adamın rəyinə bərabər tutur. Heraklit kimi filosof deyirdi, mənim üçün bir ağıllı adamın rəyi 10.000 adi adamın rəyindən daha artıqdır. Budur sənə demokratiya. Demokratiya həqiqəti kütlənin insarına verməkdir. Onda da sistem çökər. Sistem də çökər. Ona görə azdan çoxdan uğurlu demokratiyalar üzdə demokratiyadır, içəridə aristokratiyadır. Baxın, məsələn, Biden gəlmişdi hakimiyyətə. Belə baxıb görürəm ki, bu adam Brejnevlə vaxtilə görüşübdür. Bu çoxdan nomenklaturanın içərisindədir. Təsadüfi adamlar gəlmir hakimiyyətə. Yəni, bunlar bu mühitdə bişirlər, sonra gəlirlər. Küçədən falan. Amma cəmaata bunu təbliğ edirlər. Bütün ölkələrə. Onun demokratiya mənə görə çox təhlükəli bir təfəkkür üsuludur. Hətta heç bir filosof, Sokrat xaric, özünü demokrat hesab eləməyib, demokratiya tərəfdarı hesab eləməyib. Konfutsi də aristokratiya tərəfdarı idi. Çünki ağıl başda olar, kütlədə olmaz. O, başın sahibi az olar. Bayaqdan danışırıq, həqiqəti çox az bir adam axtarır. Quranı açırsan, hər səhifəsində deyir, ancaq insanların azı bilər. Çoxu bilməz. Çoxu cəhənnəmlikdir. İndi siz bu cəhənnəmlik olan adamları ölkənin əhəmiyyətli qanun qərarların qəbuluna dəvət edirsiniz. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəni, bu fəlsəfələrin döyüşüdür. Şərq fəlsəfəsi qətiyyən demokratiya tərəfdarı deyil. Və şərq fəlsəfəsindən dərin fəlsəfə də yoxdur. Onu da deyim. Bunu qəbul eləməyə bilərlər, amma ki, bu belə. Müşfiq müəllim, ümumiyyətlə siz bayaq da manipulyasiyanı tənqid elədiniz sosial media haqqında danışanda. Bəs kütlə qarşısında çıxış edən insanlar olur. Onlar sizcə cəmiyyətin, insanların, orada olan insanların hissləri ilə oynamırmı? Onları manipulyasiya eləmirmi? Onda belə çıxır ki, mən də manipulyasiya edirəm də. Çünki mən də insanların ürəyinə müraciət edirəm, qapılarını döyürəm, ürəklərini emosional olaraq döyürəm. Bu, Qərbin düşüncəsidir ki, alim emosiyasız olar. Elmi idrak ürəkdən ayrı olmalıdır. Şərq fəlsəfəsi belə hesab eləmir. Şərq fəlsəfəsi hesab edir ki, insanı dəyişdirmək istəyirsənsə, onun ürəyinə toxunmalısan. Və Quranı oxuyan adamlar yaxşı bilirlər ki, Quran tamamən emosiyaların dili ilə yazılıb həm də. Əbuləhəbin əli qurusun ayəsi emosional bir pafosdur. Reaksiyadır. Və Əbuləhəbi yaradan bir Allahın emosiyasıdır. Mən onun əllərini xeyir işlər görsün deyə yaratmışdım. Əli qurusun. Necə yanlış istifadə elədi. Necə özünü məhv elədi, özü də, arvadı da. Bu ayənin mənası ən çox da tənqid olunan ateistlər tərəfindən olan bir ayədir. Emosional təsir eləmir. Bəzən deyir ki, gəlməzsiniz Allahın yanına, eşitməzsiniz. Allahın sizə heç bir ehtiyacı yoxdur. Bu da emosional təsirdir. Ehtiyacım yoxdur sizə. Gerçi sizin mənə ehtiyacınız var. Ona görə bütün Füzuli emosional təsirdir. Nizami, Nəsimi. Dərinlik həm də sənin ürəyin qapısını döyür ki, sən oyanasan. Dərin həqiqət. Manipulyasiya o vaxt olur ki, bu niyyətlə bağlıdır. Niyyətdən çox şey asılıdır. Ki, səni məhv eləmək istəyirlər. Ona görə sənin ürəyin qapısını döyürlər. Səni
qudurtmaq istəyirlər. Məsələn, Hitler də böyük manipulyator idi. Başa düşürsüz? Onun manipulyasiyası o insanlarda egonu qızışdırırdı kütlədə. Ego püskürtməsi yaratdı. Biz Almanlar, əzdilər bizi. Kin, küdurət oyatdı kütlədə. Lenin kütlə ilə manipulyasiya elədi. Sizi əziblər, sizin haqqınızı yeyiblər. Siz ona görə kasıbsınız ki, kimlərsə sizin haqqınızı yeyibdi. Kütləni qaldırdı, inqilab elədi. Bu manipulyasiyadır. Niyə? Çünki o kütlə böyümədi bunun nəticəsində. Amma Nəsimi deyəndə, ey müsəlmanlar, mədad ol, yarı pünhan ayrılır deyə bağırıb müraciət eləyəndə, o onları böyütmək istəyir, onları insan etmək istəyir. Ona görə əgər sən insanları insanlıq üçün çağırırsansa, onları böyütmək istəyirsənsə, sən manipulyator deyilsən. Sən onlara axirət yolunu göstərirsənsə, onlar sənə sağ ol deyəcəklər, indi də axirətdə də. Tapacaqlar, orada da sağ ol deyəcəklər. Nə yaxşı ki, bunları bizə deyirdin, biz kör idik, görmürdük. Amma Lenini tapanlar, Stalini tapanlar, Hitleri tapanlar deyəcəklər ki, kaş səni eşitməyəydi qulağım. Kaş 1000 kilometr səndən uzaqda olaydım, görməyəydi səni. Sən mənim elə damarlarıma bastın ki, bütün egom kükrədi, əjdahaya döndü, bacarmadım onun əlində. Oyatdın məndə qısqanclığı, oyatdın məndə hirsi, oyatdın məndə küdurəti, təkəbbürü oyatdın məndə, məhv elədin məni. Din bizə həqiqəti buyurur, bayaq da dediniz. Bəs cəmiyyətdə dinə inanmayan insanlar var. Onlar necə həqiqəti tapacaq? Bu məni düşündürür hər zaman. Mən də inanmırdım da dinə. Onlardan biri də mən. Əvvəla bu proses Allahın nəzarətindədir tam. Deyir, kimə istəyərəm, həqiqət verərəm. Bunu da doğru başa düşmür. Yəni Allah kimə istəyir, mən istəməyib də vermir. Yox, deyir, sizdən bir hərəkət görsəm, baxmaram ki, sən bu millətdənsən, bu rayondansan, filankəsin qohumusan, ya qohumu dölsən, yetimsən və yaxud da ki, arxalısan, heç nəyə baxmaram. Qadınsan ya da kişisən, heç nəyə baxmaram, həqiqəti verərəm. Bu, onun sözüdür. Və bu proses tamamən Allahın nəzarətindədir. O mənada ki, əgər sən hətta yanılğında belə səmimisənsə, səni oradan çıxarar Allah. İbrahim məsələn deyir, aydır mənim Allahım. Sonra deyir, ay, səhər yoxa çıxdı. Mənim Allahım yoxa çıxa bilməz. Yəni, bu bizə insani yanılmanın mexanizmini göstərir. Ki, sən yanıla bilərsən, amma əgər sən səmmisənsə, sən həqiqəti də görəcəksən, geçdiniz. Ona görə yanılanlar da məsumdular. Onlar da nicat tapacaqlar. Əgər səmimi şəkildə yanılırsa, yox, riya ilə qəsdən yanılırsa, onun xilası yoxdur. Yox, bilmir, gerçəkdən yanılırsa, inanırsınız, hətta qatillər belə olub ki, sonradan mömin olublar. Bir Çin filmi vardı, bu vardı. Seri qatili dönür olur sonra müqəddəs bir adam. Çox böyük bir peşmançılıqdır. Burada hər şey nəyə bağlıdır ki, sən öz getdiyin yolu hansı səmimiyyətlə gedirsən? Ən sağalmaz şey riyakarlıqdır. Münafiqlik deyilir ona. Əgər adamın qəlbi sırtıq və riyakardırsa, o heç vaxt həqiqəti tapmayacaq. O böyük bir zülümdür. İnsanın özünə eləyə biləcəyi. Amma indi deyirlər ki, sırtıqlıq yetkinlik əlamətidir. Sən həyalısansa, sən utancaqsansa, sən zəifsən, sən hələ balacasan. Aşılayırlar, uşaqları aşılayırlar, qız gəlinləri aşılayırlar. Həyasız ol, sırtıq ol, böylənin üzünə ağ ol. O deməkdir ki, sən böyümüsən, yetişimsən. Böyümək deyil. Böyüyəndə həya ilə birlikdə böyüyürlər.
səmimiyyətlə birlikdə böyüyürlər və inandırım sizi ki, müdriklərin ən ümdə cəhəti ilə o həya olur. Buyurun. Bəs həqiqəti tapan insan həm də xoşbəxtdirmi? Yoxsa Həqiqəti tapan hüzur da tapır, xoşbaxtlıq da tapır. O bilir ki, o kama çatdı. Məsələn, adi adam üçün kama çatmaq evlənməkdir. Seksual tələbatını ödəsin, onda o hesab edir ki, kama çatdı. Dünyaya uşaq gətirdi. Bir də şöhrət, para, bu şeylərdə kama çatmaq görürlər. Mən sizə deyim, kama çatmaq hələ kənardadır. Ən ali mənada məmnuniyyət hiss eləyəcəksiniz insan olanda, həqiqətə çatanda. Onda başa düşürsən ki, özün başa düşürsən, heç kimdən də soruşub biləmirsən. Sən bunun üçün gəlmişdin yer üzünə. Nəhayət bu baş verdi. O cavab içərdən gəlir. O vaxta qədər hər sualın cavabını başqasından soruşursan. Özün həqqə çatanda daha başqasından soruşursan. O Nəsimin o söz, haqqı bilən bilir ki, mən zənni gümanət sığmazam. Elm deyil ha bu. Elm zənni gümandır. Ora çatan adam artıq heç kimdən soruşmur. inanır buna? Bilir, içərdən gəlir dəstək. Bəli. Müəllim, bayaq da siz dediniz ki, Nəsimi həqiqəti axtarırdı və həqiqəti tapmışdı daha doğrusu. Amma bu zaman o təhlükələrlə üzləşdi, dərisini soydular, başına işlər gəldi. Məncə hər zaman belədir ki, insan həqiqəti axtaranda müəyyən təhlükələrlə üzləşir. Bu haqqda siz necə düşünürsünüz? Bu qədim əhvalatdır. Sən deyir, Allahın sözündə heç bir dəyişiklik görməzsən. Ona görə bütün dinlərdə istisnasız olaraq, hətta heyvan kəsməyi yasaq sayan Hind dinlərində belə qurban ayini vardır. Əvvəllər heyvan da kəsiblər, sonra ahimsa ideyası onlarda möhkəmlənib deyə ki, canlıyı əzab vermək olmaz. Amma indi südlə, nə bilim, meyvələrlə falan qurban verirlər. Qurbansız olmaz bu yol. Bu qurban qoyunun söhbəti deyil. Qurban daimi bir xatırlamadır ki, həqiqətin böyüyünü istəyəcəksənsə, canı verməyə hazır olmaz. Bizim, məsələn, ziyalılar sosial şəbəkələrdə yoxdur. Bilirsiniz niyə? Deyim. Qorxurlar. Kütlənin əlinə düşməkdən qorxurlar. Söz yazacaqlar, sözünü çevirəcək birisi. Gələcəklər altında yazacaqlar ki, nə boş-boş danışırsan. O da professordur, bilməyəcək nə cavab versin. Başa düşürsünüz. Kütlə ilə üz-üzə qalmaqda, abırdan çıxmaqdan qorxurlar. Bu, sənin verə biləcəyin ən balaca qurbandır. Səni elə söyəcəklər, elə şərlər atacaqlar sənə. Səni elə təhqirlər edəcəklər ki, hər ay 2 dəfə, 3 dəfə, 5 dəfə. Dost sayılanlar da bilmədən götürəcəklər. Amma müəllim, sənin haqqında belə şey yazıblar, belə şey doğrudur, atacaqlar. Sən də heç birisinə cavab verməyəcəksən. Bizim ziyalılarımız ondan qorxurlar. Ona görə də elmləri də böyümür. Çünki elm qurbanla böyüyür. Yaddaş məsələsi deyil elm. Elm mənəviyyat məsələsidir, mərifət məsələsidir. İnsanlıqda böyümürsənsə, elmin də böyümür. Yaddaşın daş kimi olsunlar. Yazılsa silinməsin. Nə fərq? Anlatmaq olmur bunu ki, elm yaddaş məsələsi deyil, elm ürək məsələsidir. Bəli. Doğru. Elm mənəviyyat məsələsidir və qurbansız da bu yolu heç kim keçməyib, keçə də bilməyəcək. Kəbir Hind mistiki belə bir söz demişdi. Müsəlman idi, həm də hinduist idi, belə bir qəribə bir şey var idi onun. Şair idi, demişdi ki, balalarım, sir çox sadədir. Tərəzinin bir gözünə başını qoyacaqsan, yalnız o zaman o bir gözünə həqiqət qoyacaqlar. Bu dükan belə işləyir. Bəs şərq fəlsəfəsi nə deyir bu haqda? Elə şərq fəlsəfəsi bunu deyir də, mən də onu dedim. Siz onu dedikləriniz. Bəli, mən kəbir misal çəkdim. Konfutsi da belə deyir.
Aha. Konfutsun bir tələbəsi Culu bir gün deyir ki, müəllim, heyf deyilmi hər il biz qoyun kəsirik, qurban veririk. Deyir Culu, sənin qoyuna yazığın gəlir, mənim qurbanlıq bayramına yazığım gəlir. İnsanlar unudarlar bunu, elə bilərlər ki, bu həyat oyun oyuncaqdır, kef eləmək yeridir. Bu həyat böyük bir ticarət yeridir. Canını verəcəksən, təqdim eləyəcəksən hər halda. Həqiqət verəcəklər. Siz bayaq da dediniz ki, elm adamları mənəviyyata daha çox yön verməlidir, istiqamət verməlidirlər. Amma fikir versəz, onlar da çox zaman uğurlu olurlar. Bunun səbəbi nədədir daha çox? Bilirsiniz, elm biliyin mənəviyyatdan ayrılmış şəkildə istifadəsi fenomenidir. Elm sizi narahat edən odur ki, siz elə bir əsrdə yaşayırsınız ki, elmi meyar eləyiblər. Elmi təfəkkürü bütləşdiriblər. Hər şeyi elmi təfəkkürlə ölçürlər. Halbuki bu ruhsuz təfəkkür üsuludur. Mən qətiyyən elmə həsəd aparmıram. Alimə də həsəd aparmıram. Onun nailiyyətlərini də böyük bir şey saymıram. Onların nailiyyətləri o ruhsuz nailiyyətlər ona gətirib çıxartdı ki, biz bu planetdə özümüzü yersiz elədik. Allah Quranda sadə bir sözlərlə bizə deyir ki, bax bu dağlar, dərələr, çəmənlər, dənizlər hamısı sizin ixtiyarınıza verildi. Yaşayın, özünüzü dərk eləyin bu mühitdə. Biz elə bir dünya qurduq ki, bir dənə düşünmək qalmışdı bizim ümidimizə, onu da süni intellektə verdik. Allah bizim əvəzimizə də düşün. Bizim əvəzimizə işlə. Bizim əvəzimizə qur ya da onlar da bir gün dönəcəklər, deyəcəklər, sən kimsən, mənim nəyimə lazımsan? Sən bura gəlməmişdin ki, mükəmməllik dalınca. Sən bura gəlmişdin ki, özünü dərk eləyəsən. Sənin mükəmməl olmağın lazım deyildi. Başa düşürsünüz? Yorduq biz özümüzü. Məktəblər yaratdıq, kitabxanalar yaratdıq. İldən, 10 ildən dərslik kitabları mürəkkəbləşdi. Uşaqlar başladılar ağlamağa, gücümüz çatmır. İnsanı siz nə hesab edirsiniz? İnsan bu qədər şeyi yadında saxlaya bilər. Yorduq biz insanı. Sonra birdən ağlımıza gəldi ki, bu uşağın ramı balacadır da. Bu təbii intellekt daşıyıcısının ramı azdır. Buraxaq bunu süni intellektlə işləyək. Mən o günü gözləyirəm ki, para elə, 1 ilə, 3 ilə bilmirəm, durub deyəcəklər ki, daha müəllimlər lazım deyil universitetə. Təbii intellekt daşıyıcısının xidmətinə ehtiyacımız yoxdur. Robot çox gözəl dərs deyə bilər. Artıq dil müəllimlərinin çoxsunu əvəz edir. Çox gözəl dərs deyə bilər. Həmən günün səhərsidə deyəcəklər ki, bu körəfəyim tələbələr də bizə lazım deyil. Bəli. Yəni biz təbii intellektin xidmətlərindən imtina edirik. Süni intellekt bizə bəsdir. Siz orada belə oturun robotun yanında, oynağı işləməyəndə oraya yağ tökərsiniz. Xidmət eləyərsiniz robotunuza. Geridə qalanlar necə olacaq? Bilmirəm. 10 nəfər tələbə başı biri. Biokütlə. Biz özümüzü biokütləyə çevirdik. İndi siz mənə deyirsiniz ki, elmdədir. Elm nə deməkdir ki? Elm sizi təəccübləndirirsə, Quran misal verir ki, elə adamlar var ki, cadu da eləyə bilirlər. Cadugərlik eləyirlər, belə bir möcüzə falan da effekt yarada bilər, amma o sizi cəhənnəmə aparacaq. Bunu öyrədənlər də var. Yəni, mahiyyətindən ayrılmış güc. Məsələn, bax, fiziki güc gözəl şeydir, insanı təsirləndirir. Yəni, filankəs güclüdürsə, bizim xoşumuza gəlir. Hansısa bir idmançımız güc nümayiş eləyirsə, olimpiyadada falan yer tutursa, biz qürur duyuruq da o ilə ki, bu qeyri-adi bir nailiyyətə nail oldu. Amma biz unuduruq ki, bu fiziki güc haqqın yanında yer alanda bu gözəllikdir. Məzlumu qoruyanda gözəllikdir. Birisinin qolu güclənib idmançıdır, həyətdəki uşaqları döyüb incidirsə, bu
Bu quldurluqdur. Bəli. Bu gözəllik falan da deyil. Elm də həmçinin. Elm əgər ruha xidmət elədiyi dərəcədə bir anlamı var. Ruha xidmət eləmədiyi dərəcədə bəşəriyyəti xaosa sürükləyən bir gücdür. Getdi artıq yeni dövr, ondan sonraki maarifçilik illərində falan bəriyə doğru, məsələn 17, 18, 19-cu əsrlərdə, 20-ci əsrdə belə mən dünyaya gələndə, ağlım kəsəndə bu radio, televizor qulaq asandan hər yerdə deyirdilər, НТР, научно-технический прогресс, NTP, tərəqqi, elmi texniki tərəqqidən danışırdılar və deyirdilər ki, bu bəşəriyyətin hərəkət verici qüvvəsidir. Özdə buna bir ilahi xüsusiyyət də aşılayırdılar ki, yəni öz-özünə elmi təfəkkür aparacaq bəşəriyyəti çıxaracaq gözəllik diyarına. Bəli. İndi də bu inamı dindardılar əslində onlar da. İnam daşıyırlar. Bu batil inamdır bu. İndi də bu inamı bölüşürlər ki, elm öz-özünə bəşəriyyəti xilas eləyəcək. Körəfəyin bir inamdır. Süni intellekti biz buraxırıq, elmin nailiyyətidir. Bu öz-özünə yaxşı şeydir, pis deməyin bunu. Onu yaradanlar özləri qorxublar. Bu mənəviyyatı olmayan bir gücdür. Hara gedəcək bilmirsən. Nə yaradacaq bilmirsən. Nəyinə sevinirsən sən bunu? Elmin nailiyyətinə sevinənin ağlı yoxdur. Bu elə bir qüvvə olacaq ki, bu səni ötüb artıq. 90-cı ildə dünya çempionu Garri Kasparov'u udan Deep Blue bilgisayarı artıq dünyaya göstərdi ki, sizin ən zəki insanınızı mən çaya susuz aparıb susuz gətirərəm. Ondan sonra artıq indi üstündən çox keçməyibdi, bir 30 il keçibdi. İndi süni intellekt bizim hamımızdan ağıllıdır. Ona görə də elm ölçü deyil. Elmi nailiyyət ölçü deyil. Allah belə Nobel mükafatı alsın. Siz həsəd aparacam ona. Nə deməkdir ki o? Hissləri yoxdur bir şey. Mənim Kasparova münasibətim nədirsə, Nobel mükafatı almış bir fizikədə münasibətim odur. Adam vətənini tanımır. Nadürüst. Onu yetişdirmiş, böyümüş bir xalqa bir məhəbbət borcu zadı yoxdur. O alim də həmçinin. Əgər onun mənəviyyatı varsa, əladır. Yoxsa heç bir şey. Bayaq da siz dediniz ki, yəni dinlər bizə, ümumi dinləri nəzərə yetirsək, bizə həqiqəti aşılayır. Həqiqəti bizə bağırır bilinir. Amma dindaram deyən insanlar, dinə inanıram deyən insanlar bəzən heç özləri də bilmir nə edir. Təbii. Demək ki, onların ya inancında problem var, ya... Siz indi ittiham eləmək istəyirsiniz ki, bunların hamısı bilsin. Bunlar xəstəxanaya gəliblər, amma onlar hamısı xəstədir də. Xəstəxanada ancaq həkim sağlam olur. Müalicə düzgün. Bunlar müalicə üçün gəliblər, Allahın qapısına gəliblər də. Onlar qəlblərini mərəzlərdən müalicə eləmək üçün gəliblər. Amma bəzi xəstələr çox olur, adı nədir, kür olurlar. Onlara sübut eləmək olmur ki, onlar xəstədirlər. Bir balaca, bir-iki dərman atandan sonra başlayırlar həkimləri döyməyə. Həkimləri də öyrətməyə başlayırlar. Bu dəlxanadır da bu. Siz nə gözləyirsiniz ki onlardan? Müalicəsi bəlkə də səhv gedib. Müalicəsi səhv getməyib, doğru gedir əslində, prosesdədirlər hamısı. Sadəcə bu iş çətin prosesdir, buna bir səbr lazımdır. Yəni, bu belə olur. Məktəbləri doluşduran insanlar, yenə dediyim kimi, güya həqiqət axtarırdılar. Mən bayaq danışdım ki, onların çoxsu həqiqət zad axtarmır. Nə üçün gəldiyinin peşindədir. Siz elə bilirsiniz ki, məscidləri, kilsələri dolduran adamlar hamısı həqiqət axtarırlar. Onların da bir çoxları şöhrət axtarır orada. Onların da bir çoxları vəzifə axtarır, para axtarır. Bilirsiniz, dində nə qədər para var. Ona görə də hədəfi Allahdırsa, o tapacaq. Yox, hədəf yayınırsa, bu isə belə mənəviyyat mərəzli olanda, adamın hədəfi yayınır. Gözü çaş görür. Snayper məsələn gərək dəqiq görsün də, hədəfə düşmək üçün. Əgər o içkilidirsə, onun gözü çaş görəcək. Qəlbdə mərəz olanda adam yönələ bilmir. Xəstəliyini yaya gedir, fitnə fəsad yaya gedirlər. Yoluxdura gedirlər ətrafı. Hətta fikir verirsinizsə, həqiqəti niyyətdə axtaran insanlar
tez bir zaman içində əgər onu tapmırlarsa, istədiyinə nail olmurlarsa, biruzə verirlər bir növ. Cırnıyırlar belə deyək el dilində. Prosesdir, bilirsiniz. Həyat böyük bir laboratoriyadır. Allah bunu belə yaradıb ki, biz burada hərəmiz bir yolla özümüzü dərk eləməyə çalışırıq. Ona görə Quran daima deyir, işləyin öz üzərinizdə. Az mübahisə eləyin bir-birinizlə. İşləyin. Sən də işlə, o da işləsin, bu da işləsin. Axırda baxarıq nə olacaq. Peyğəmbərlərin belə üstünə gələndə deyir onlara deyin ki, tamam, siz öz işinizi görün, mən də öz işimi görürəm. Axırda baxarıq. Yox, deyir, mənim işim səninlədir. Mən sənə mane olmalıyam. Yox, deyir, işimi gör də, bax, xeyr əməllərlə gilən, özünü dərklə məşğul ol, mən də bu işlə məşğulum. Sondan sonra Allahın yanına gedəcəyik. Allahın mübahisə çözmə yolu budur. Bunlar başqa cür şeylərə gəlib düşürlər. Mərəzdən danız. Çox təşəkkür edirəm Müşfiq müəllim sizə. Çox dərin, anlamlı bir müzakirə apardıq sizinlə birgə. Məmnun oldum yenidən sizi görməyimizə. Sağ olun. Məncə də maraqlı oldu. Çox sağ olun. Əziz izləyicilər, bugünlük proqramımız yekunlaşır. Biz bu gün filosof Müşfiq Ötkünlə birgə həqiqəti axtardıq. Sağ olun, özünüzə yaxşı baxın.